tapılmayan şeir. Köhnə kitab qoxusu vardı otaqda. Sanki zaman saralmış səhifələrdə gizlənmişdi. Bir şeir axtarırdım. Amma şeir məni axtarırmış, xəbərim yox. Müəllimin örpəyi məndə də vardı. Keçmişin səssiz möhürü kimi o baxırdı mənə. Sakit amma hər şey deyən baxışla izin verirdi. Şəxsi kitabxanasına toxunmağa, halbuki heç kimə, o rəflərə yaxın durmağa belə icazə verməzdi. Yola çıxdım, amma yol suya dönmüşdü. Sanki su aydınlatsa da qaranlıqları, reallıq sakit tərirdi. Bir qayı vardı, lövbərsiz, sükanı yarı əlimdə, yarı taledə sürdüm. Divara çırpıldı həyat, səs qopdu içimdə. Amma mən salamat qaldım, anladım. Bəzən insan sınmır, sadəcə toxunduqları dağılır, birinin gözləri doldu. Məni yox, itirdiyini ağladı. Mən isə içimdə hələ də o şeiri axtarıram. Uşaqlığın verdiyi o sadə sualın cavabını kim olacaqsan. Zaman keçdi, arzular yarım qaldı. Ömür isə səssizcə bir yoldan o birinə axdı. Kim olmaq istədim, kim oldum? Bəlkə də bütün yol bir şeyi unutmaq imiş və bütün axtarış onu yenidən xatırlamaqdır.